O Gennadiy Bliznukun əvəzinə oyuna daxil olub. Belaruslu hücumçu. Bliznuk ardıcıl 2 oyun idi ki, komandasına qələbə qazandırırdı. Interlə və Bakı ilə qarşılaşmalarda. Bu oyunda gol vura bilmədi və 84-cü dəqiqədə meydanı tərk etdi. Ruslan Abuşov top oyuna daxil edir. Cavid Hüseynov sürətli irəliləyir. Hüseynovun ötürməsi, əllə oyun varmı? Xeyr, hakim oyunu davam etdirir. Mpenza etiraz edir. Abuşov. Yasin Hima geri ötürür topu. Mitreski. Usim Duka sinəsilə yaxşı saxladı topu. Virtiya. Top itkisi. Georgievski. Cavid Hüseynov. Mpenza irəliləyir. Georgievski. Flavinho. Georgievski. Aldalcı hərəkətlər. Georgievski zərbə alınmır. Abuşov. Yasin Hima özünü topa çatdırır. Elvin Əliyev. Hakimin bayrağı qalxdı. ...85-ci dəqiqə. Alessandro oyundan kənar vəziyyətdə idi. Cavid Hüseynov həm müdafiədə, həm də yarım müdafiədə inamlı oyunu ilə diqqət mərkəzindədir. Bir də məhsullar ötürmə edib. Elvin Əliyev. Adil Nəbiyev. Mensur Limani. Kvirtiyə topa çatacaqmı? Çatır, amma qapıdan zərbəyə imkan verilir. Out Neftçinin. Əsas vaxtın son 5 dəqiqəsi. Hər komandanın bir əvəz etməsi durur indi. Cavid İmanverdiyev isim hərəkətlərini yerinə yetirirdi və indi bir qədər sonra çox güman ki oyuna daxil olacaq. Bəli, Cavid İmanverdiyev meydana daxil olacaq. Neftçinin heyətində sonuncu dəyişikliyi baş verəcək. Gənc futbolçudur Cavid İmanverdiyev, 21 yaşı var. Yarım müdafiəçidir. Mpenza'nı görürsünüz. Belçikalı təcrübəli futbolçunun vurduğu gol hələ ki Neftçiyə 3 xal qazandırır. Neftçi qalib gələcəyi təqdirdə çempionluq uğrunda mühüm addım atmış olacaq. 17-ci qələbəsini qazanacaq, 59-cu xalını qazanacaq və Xəzərlənkəranla xal fərqini 8-ə yüksəldəcək. Qarabağla isə 9 olacaq xal fərqi. Azal isə məğlub olacağı təqdirdə 4-cü sırada qalacaq. Avrokuboklar şansını çətinə sala bilər, çünki 5-ci sıradakı Interin 43 xalı var. Gücdən zərbə. Cavid Hüseynov tələsmir. Neftçinin 4 futbolçusunu görürəm Azalın cərimə meydançası daxilində. Emil Mpenza, Ruslan Abuşov, Flavinho artıq oranı tərk edib və Georgievski, Hüseynov, Flavinho ilə oynayır. Flavinho bir futbolçunu aldatdı. İkincisini aldatdı. Ötürməsi mərkəzə. Yasin Hima, Flavinho, sağ cinahda Hüseynov. Cavid topu qəbul edir. Yasin Hima. Denis Silva, Alessandro. Top itkisi. Usim Duka. 88-ci dəqiqə. Mensur. Abuşov qarşısında. İgbekoe. Alessandro. Və əvəz etmə. Cavid İmanverdiyev, 21 yaşlı yarım müdafiəçi Slavço Georgievskini əvəzləyir. 88-ci dəqiqədə Neftçi 3-cü sonuncu dəyişikliyini də etdi. Bu isə deməkdir ki, sabah 19 yaşı tamam olacaq, Araz Abdullayev meydana daxil ola bilməyəcək.
Hər halda ad günü hədiyyəsi ola bilərdi onun üçün. ...89-cu dəqiqədə Azal növbəti gol vəziyyətindən yararlana bilmədi. İndi isə baxıram hakimin qərarı deyəsən buna qədər qayda pozuntusu qeydə alınmışdı. Denis Silva topu oyuna daxil edir. Baxıdan zərbə ilə. Yasin Hima. Güzel Kvitiye. Viktor Ugbekoye. Ugbekoye'den güzel hərəkətlər. Hima topu ələ keçirir və qaydanında pozur. Sarı vərəqə Yasin Hima'ya. 90-cı dəqiqədə. 79-cu dəqiqədə ona daxil oldu, 11 dəqiqəsində sarı vərəqə ilə çıxarılır. Azal bütün komanda ilə irəli atılır. Geridə təkcə Cahangir Həsənzadə var. Meydanın Azala aid olan hissəsində. Cərimə zərbəsini Elvin Əliyev yerinə yetirəcək. 90-cı dəqiqə. Elvin Əliyevin ötürməsi. Agil Nəbiyev. Yenə uzun ötürmə. Krastovçev. Hesab bərabərləşə bilərdi. Rauf Mehdiyev inanılmaz oynuyor. 90-cı dəqiqədə Azal hesabı bərabərləşdirə bilərdi. Uzaq məsafədən zərbə və top qapının yanından keçdi. İnanılmaz vəziyyət. Yenə Azal hesabı bərabərləşdirməyə çox yaxın oldu. Rauf Mehdiyev yerdə qalıb. Hakim saatına baxır. Vaxtı təbii ki saxlayacaq. Buna görə bu isə Nüqzar Kvirtiye'nin yaratdığı qol vəziyyəti. Rauf Mehdiyev əla oynadı. Vaxtında mövqeyini tərk etməsəydi bəlkə də hesab 2-2 idi hazırda. Və həmin epizoddan sonra Rauf Mehdiyev zədələndi. Azal komandası təşəbbüsə gələnib son dəqiqələrdə 3 real qol vəziyyətindən yararlana bilmədi. Birinci uzatma dəqiqəsi başa çatıb, Rauf Mehdiyev hələ də yerdədir. Bütün dəyişiklik edilib Neftçinin heyətində. Vitaliy Kovalyov oyuna daxil ola bilməyəcək. Rauf Mehdiyev hələ ki ayağa qalxa bilmir. Nəhayət ki, Mehdiyev ayağa qalxır, hər şey qaydasında görünür. Son saniyələri də meydanda olacaq Rauf Mehdiyev. Əgər oyunu davam etdirə bilməsəydi, Neftçinin futbolçularından biri qapıya keçəcəkdi. İkinci uzatma dəqiqəsi də başa çatır. Bütün bunlar təbii ki, hakim tərəfindən nəzərə alınacaq. Denis Silva qüvvətli zərbə ilə topu irəli vurdu. Abuşov qaydanı pozub. Agil Nəbiyev uzun ötürmə. Rauf Mehdiyev yaxşı oynayır. 2-1 Neftçi öndədir, qələbəyə çox yaxındır. Hesabı 6-cı dəqiqədə Zohair Benuahi açdı. Azal önə keçdi və ilk hissəni üstün tamamladı. Neftçi isə ikinci hissəyə qol deyil, qollarla başladı. 49 Rəşad Abdullayev, mükəmməl qol. Bundan bir dəqiqə sonra isə Emil Mpenza komandasını ilk dəfə olaraq görüş ərzində önə keçirdi. 2-1 Neftçi irəlidədir, 3 xala daha yaxındır. Əgər görüş bu hesabla yekunlaşarsa
59 xalla Neftçi liderliyini daha da möhkəmləndirəcək. Xəzərlənkəranla xal fərqini 8-ə yüksəldəcək. Azal 45 xalla 4-cü sırada qalacaq. Hələ hadisələri qabaqlamayaq, hələ Finalfdə var. Yasir Himanın uzaq məsafədən zərbəsi qeyri-dəyə qalınır. Cahangir Əsənzadə dərhal top oyuna daxil etdi Aqil Nəbiyev. Arif Əsədov həyəcanla yan xəttin yaxınlığında oyun izləyir. Təbii ki, hesab sürüşkəndir. Həyəcanlı olmağa dəyər. Dördüncü uzatma dəqiqəsi oynanılır. Son saniyələr Respublika stadionunda. Növbəti tur, bir daha xatırladım, aprel 23-cü start götürəcək. Neftçi Bakı ilə qarşılaşacaq bu arenada. Azal isə Xəzərlənkəranın qonaq olacaq. İlk altılığın digər oyunu isə Qarabağ Inter arasında başlayacaq. Alessandro, Flavinio, Cavid İmanverdiyev, Mpenza. Nəbiyev yaxşı oynayır. Və hakimin final səsləndi. Beləliklə Neftçi 2-1 hesabı ilə Azalı məğlub edir. 59-cu xalını qazandı. Zohar Benuahi hesabı açmışdı bu gözəl qol sayəsində 6-cı dəqiqədə. Bütün qollar bu qapıya vuruldu. 6-cı dəqiqə Zohar Benuahi mərakeşli futbolçu hesabı açdı. Və ikinci hissədə Rəşad Abdullayevin bu gözəl zərbəsindən sonra top tirə dəyərək qapıya daxil oldu, hesab bərabərləşdi. Bundan bir dəqiqə sonra isə Emil Mpenza Cavid Hüseynovun gözəl ötürməsini qola çevirdi. 2-1 hesabı ilə Neftçi qələbə qazandı. Hörmətli tamaşaçılar, Respublika stadionundan reportajımızı yekunlaşdırırıq. Reportajın